19 maydan bəri canlı Telegram qrupumu açmışam və birazdan da yenə 2 video atacağım, sözlər və s. atacağım. Bütün dediyim kimi fərdi dərslərə stop deyib, sırf bütün gücümü, vaxtımı sərf edirəm, sırf o Telegram kanalının daha gözəl olmağını, daha çox fayda verməyinə. Və hər gün videolar paylaşıram və elan edirəm. Yəni sadəcə bir dəfə ödəniş edirsiniz, bağlı Telegram qrupu olduğuna görə, orada olan dərslər hər şey xüsusi proqramla olduğuna görə, hansı ki heç bir nə TikTokda, nə Instagramımda, nə YouTube kanalımda heç birində görməyəcəksiniz. Ancaq ora qoşulsaz görə biləcəksiniz. Və hələ də o videoya baxıb düşünənlər var. Nə düşünürsünüz? Mənə də çox maraqlıdır. Kaş ki, yəni sadəcə bir dəfə AZN ödəyirsiniz və aylarla orada qalırsınız, sadəcə biliyinizi artırırsınız. Nədir düşündüyünüz? 10 manata bura ödəniş etməklə nəyi əldən buraxırsınız? İndiki müasir zamanədə mənə çox maraqlıdır. 10 manata nə əldə edə bilərsiniz ki? Amma gələcəyinizi dəyişən, o bir çox məqsədlərinizə qapı olan, qapıların daha doğrusu açarları olan xarici dil, hansı dil indiki zamanədə lazımsızdır? Vaxtı ilə lağ elədiyimiz Kitaylar indi bütün həyatımızı həbs edibdir. Sürdüklərimiz maşın əvvəllər Prius idi, indi sırf Kitay maşınları moda düşübdür. Hər 5 adamdan 3'ü Kitay maşını sürür. Vaxtı ilə nə bilim lağ elədiyimiz ayda çox pintidilər, belədirlər, elədir, evdə it saxlayırlar, pişik saxlayırlar, nə bilim nə saxlayırlar. Afərin, bizimkilər ucu keçiblər. Qızlarımız da yox, oğlanlarımız balaca küçüklərindən çöldə gəzirlər. Nə bilirsiniz 5 ildən sonra nə olacaq? Və hansı dil, indi lağ elədiyiniz dil, sabah sizin nə bilim, həyatınızı həbs edəcək. Və sizə hava su kimi lazım olacaq. Hardan bilirsiniz? Niyə bu qədər biliyə, savada yatırım gələndə əlimizi sıxırıq? İndi əlinizi sıxdığınıza görə təhsilə gələndə bu qədər düşünürsünüz. Kaş ki o mənasız nə bilim o prosedurlar eləyəndə düşünərdilər insanlar. Mənasız şeylərə pul tökəndə düşünəydilər insanlar. Və vaxtı ilə biliyinə, savada, kitablara, təhsil artmasına, hansısa bir kursa gedib bir təhsil əldə etməyin əli açıq kaş olardılar insanlar. Bəlkə indi maraq dairəmiz o bəzi canlılar olmazdı. Düşünmüsünüzmü bu haqda? İndi təhsilə pul tökmədiyimizə görə, bəziləri tökmədiyinə görə, o vaxtı ilə, hələ ilə indi də daima öyrənənlər, daima irəli gələnlər, hər kursdan, hər şansdan istifadə edənlərin uğuruna baxıb ancaq köksünü ötürürlər. Başqa da heç nə. İndi özün düşün, səni nə gözləyir? Amma bir dənə şey yaxşı bilirik, ağlamağı. İmkan yoxdur, hər yerdə dil lazımdır. Amma vəziyyətdən, şəraitdə istifadə etmək gələndə dəhşət dərəcədə çoxlu düşünürük. Davam edin, düşünün. İlləriniz, günləriniz, vaxtlarınız sizin gedir. Heç nə yerdə qalmır.